Çox ağırdır bir insanın qəfil yox olması, ayrılığın acısı, bir daha qayıtmamaq həqiqəti, bunlar çox ağırdır. Həsən Kür artıq bilirdi haqq dünyasına qovuşub. Zaman o qədər tez sürətlə gedir ki, Zaman ömrün ilişə, əcəlin boş vaxtına, yaradan göz yummaya, gözünün yaş vaxtına. Can verəsən qadası, rəngin ola sapsarı, atanın duaları düşə sərxoş vaxtına. Anan özün itirə, saçı boğa barmağın, ağlayıb sızlamağı düşə Əzrail bəyin ürəyi daş vaxtına. Həmişə dərd qəm yeyən, gün üzünü görməyən, cismini tapşıralar torpağın qış vaxtına. Hayat sınıq bir pəncərədir, açılan başqa bir dünyadan. Ona görə yaxşı adamlar tez köçür eləsən demə dünyadan. Yaşadar səni xoş xatirələr, düşərsən hər bir gün yada. Bir gün əlbət görüşəcəyik səninlə başqa. Sensiz yollarda kalır gözlerim, intizardayım yar gel. Sağ ol Ezgi müəllim, Allah bütün zəhmətinizi itirməsin, əziyyət çəkmişsiniz. Allah bütün şəhidlərimizi rəhmət eləsin, bütün qazilərimizi can sağlığı versin. Bütün mənim sağımı sayıb il dönümünə gələni Allah hamısını canını sağ eləsin, Allah ölənlərin rəhmət eləsin. Çox sağ olun. Bugün gənc şairimiz Həsən Kür qardaşımızın il mərasimidir. Allah qardaşımıza rəhmət eləsin, Allah valideynlərinə səbir versin, əzizlərinə, doğmalarına səbir versin Allah. Allah yerin cənnəti məkan eləsin, Allah günahlarını İlk gündə Həsən Kürün ildönüm mərasiminə yığılmışıq. Allah ruhunu şad eləsin. Allah atasına, anasına səbir versin. Allah bir dənə balasını qorusun. Həsən Kür hamıya məlum olduğumuz kimi bizim də ən yaxın qardaşımız idi. Vətən müharibəsi iştirakçısı idi. 44 günlük vətən müharibəsində iştirak eləmişdi. Yazıçılar İttifaqının üzvü idi. Allah bugün artıq yerdə qalanlarına şair səbir versin. Həsən Kür aramızda yoxdur. Allah məkanını cənnət eləsin, Allah ona rəhmət eləsin. Ondan bizə yadigar qalan əlbəttə ki, əl yazmaları var, şeirləri var, kitabları var və bir övladı Məhəmməd balamız. Ondan bizə qalan yadigardır. Allah yaxınlarına səbir versin. Bugün artıq bir ildir ki, Həsən Kür bizim aramızda yoxdur. 5 il, 10 il. Allah bizə verdiyi ömür nə qədər var ki, biz Həsəni unutmayacaq. Həsəni yad eləyəcək. Nəinki biz, bütün Azərbaycan, əsaxsusdakı Səlyan rayonu. Çünki Həsən Səlyan rayonunun fəxridir. Allah onu rəhmət eləsin. Allah onun yerini behişt eləsin. O dünyasını gözəl eləsin. Biz nə qədər ki var o, bacardığımız qədər eləyəcək ki, Həsən unudulmasın, Həsən yaşasın. Elgin müəllim, ilk öncə mən həm oğlum Həsən Kürün bütün əzizlər, doğmalar adından sizə dərin təşəkkürümü bildirirəm. Ona görə ki, siz bir il öncə bugünkü gün bizimlə çiyin-çiyinə bax bu mərasimdə iştirak elədiniz, çıxış elədiniz. Allah sizdən razı olsun. Mən bu məclisə gələn hər bir kəsə öz dərin təşəkkürümü bildirirəm. Yəni, həm oğlum haqqında bir çox söz demək olar. Allah onu ruhunu şad eləsin. O, hər kəsin dünyasını dəyişə bilər, amma mənim üçün, doğmaları üçün o ölməz bir adamdır. Yəni ki, bugünkü günə kimi mənim üçün yaşayır, sağdır. Onun sözləri, onun yazarları hər bir kəsin qəlbində, özünə məxsus yer tutub. Yəni ki, dərin təşəkkürümü bildirirəm sizlərə. Allah razı olsun. Bugün də bizimlə bir yerdəsiniz. Bizim dərdimizə şərik olursunuz. Allah sizdən razı olsun. Bütün Həsən Kürün dostlarına, tanışlarına, qardaşlarına da özlərinin təşəkkürümü bildirirəm ki, bizimlə bir yerdədirlər. Var olun, Elgin müəllim, sağ olun. Bugün 2-ci Qarabağ Vətən müharibəsi iştirakçısı, qazisi
rayonumuzun dəyərli şairi Zeynallı Həsənkür Hakimoğlu'nun il mərasimidir. Allah'tan ruhuna rəhmət diləyirik. Allah ruhunu şad eləsin. Məkanı cənnət olsun. Allah Taala bütün günahlarını əfv eləsin. Ailəsinə, əzizlərinə, dostlarına üçün səbir diləyirəm. həqiqətən çox kədərli gündür. Bir il əvvəl bizim gənc, istedadlı şairimiz Həsənkürü son mənzilə yola saldı. Artıq bir il keçib. Amma şair hər zaman bizim qəlbimizdə yaşayır. İnanıram ki, şairimizin qələmə aldığı şeirlər nə qədər bəşəriyyət var, yaşayacaq. Şairin Allah Taala rəhmət eləsin, ruhu şad olsun. Çünki şairimiz ədəbiyyatımıza, poeziyaya öz qələmi ilə tanınan, öz imzası ilə tanınan bir şair. Mənə şərifini göndərmə daha. Səngər beşik kimi istidir qızım. Vətən sənin kimi suyu şirindir. Hamını özünə istədir qızım. Bu hayat Ruhum sınıf bir şad olsun. penceredir, açılan başka bir dünyadan. Ona göre yaxşı adamlar tez geçür elə sen deme dünyadan. Yaşadar seni hoş hatireler, düşersen her bir gün yada.